Salam aleykum. Sizə bir dənə yaxşı ev çıxarmışam satışa. 45.000 manat. Verdin, bu evi verdim sənə. Oldu nə? Gəllə mənə. 3 otaq, 1 mətbəx, qazı, suyu, işığı, əsas nə? Bıçalı. Harda? Masazırda Gəncə təndiri ilə üzbəyüz. Bunu da mən sizə deyim. Yola da yaxındır, çox uzaq deyil. Qiymət əla bir qiymətdir. Yaşayışlı evdir. Yəni aldın, girib yaşayırsan da, yəni kuxna mebelinə pul vermirsən, başqa şeylərə pul vermirsən. Evimizin sizində ayı da var, prosta onu pay verə bilmirəm də. Yəni yiyəsi ola bilər, verməz ona görə. Tanımıram ev yiyəsini, onun üçün tanıdığım ev yiyələrinin aylarının pay verə bilirəm, problem deyil. Prosta o ayın pay verə bilmirəm. Burada geniş zalımız var. Yəni çox genişdir, həqiqətən də genişliyi əladır. Burada da belə bir geniş yataq otağımızdır. Görürsünüz, geniş yataq otağıdır. Qiymət pis qiymət deyil. Həqiqətən də yaxşı qiymətdir. Burada da belə bir, açqın buradaymış ki. Burada da belə bir geniş yenə yataq otağımız var. Çox genişdir. Bu başdan deyim sizə. 45.000 verirsən, opşi qiyməti 90.000 manatdır. Ayda 600-700 manat belə ödəmək şərti ilə. Yəni kreditdir. Geniş həyəti var. Harasa sot yarım 2 sota yaxın həyətdir. Burada da geniş belə bir, hər yan ayla doludur. Burada da geniş belə bir mətbəximiz var. Kuxna mebeli zal evin içində qalır. Hamısı qalır. Yerləşmə yerinizin hamısını dedim. Kimlər də ev satmaq istəyirsə müraciət eləyə bilər. Masazırda Liboy bir yerində çəkilişə gəlirik. Makrellərdə müraciət eləyə bilər çəkilişsin. Problem deyil. Hamam samuzelimizi də göstərək sizə. Burada da hamam samuzelimizdir. Çox genişdir. Yəni qiymət yenə deyirəm. 45.000 verirsən 90.000. Opşi qiyməti ayda 600, 700, 800 nəyə gücün çatır? 500-dən yuxarı ödəyə bilirsən. Bir daha çıxıb çölünü də göstərək. Həmin dediyim ev budur. Geniş həyətimiz, panorama pəncərələrimiz, qazı var, suyu var, işığı var, mərkəzi kanalizasiyası var. Yenə deyirəm, kimlər ev satmaq istəyir, müraciət eləyə bilər. Arada bunundur. Yəni bugünkü gün gir yaşa evdir. Yəni pis ev deyil. Qiymətinə görə əla bir qiymətdir. Həyətdə bunun, bir dənə oradan da belə qəşəng götürək bunu. Yəni pis ev deyil də, normal evdir. Həqiqətən də yaxşı evdir. Bugünkü gün bu qiymətlə kreditdə evimiz həqiqətən də məndə yoxdur, yalan deyərəm. Kimlərdə varsa onu deyənmərəm. Ancaq məndə bu dəqiqə kreditdə belə bir evim həqiqətən yoxdur dostlar. Sağ olun.